Salam uşaqlar, səhifə 136 həndəsənin əsas anlayışları yeni əlavə olunmuş çalışmalardan 24. Diqqətlə məsələləri oxuyanda ümumiyyətlə asan yollar axtarmaq lazımdır və nəzərə alaq ki, çox verilən varsa, biz diqqətlə baxaq görək burada nə ayıraq. Fikir verin, burada AB üstəgəl BC 32 və AB üstəgəl CD 30 verir. Və biz buradan fikir verin, alt-alta çıxsaq, alacağıq ki, BC çıx CD bərabərdir 2-yə. Gəlin, indi düz xətti çəkək və bunun üstündə işləyək. Nöqtələr verib A, B, C, D, Y. Verildiyi ardıcıllıqla düzdük. Şərtə görə BC çıx CD 2 verdiyinə görə bu görünür ki, BC CD-dən 2 vahid çoxdur. Onda CD-yə buradan X yazsaq, BC olacaq X üstəgəl 2. Və buradan CD-ni tapa bilərik. CD bərabərdir 30 çıxılsın AB-yə. Və yaxud da bizə AB lazım idi. AB-ni tapaq buradan. AB bərabərdir 30 çıxılsın CD-yə. CD-ni X götürdüyümüzə görə AB olacaq 30 çıxılsın X. Və buradan DY-ni tapa bilərik. Yenə tənlikdən. DY bərabər olacaq 2 AB çıxılsın 4-ə. Yəni AB-ni də 30 çıx X aldığımıza görə 2 vurulsun 30 çıx X çıxılsın 4-ə. Gətirək. DY-nin də yerinə qoyaq. 60 çıxılsın 2x çıxılsın 4 və bütöv parçanı 78 verdiyinə görə tənlik düzəldik. 30 çıx x üstəgəl x üstəgəl 2 üstəgəl parçanın toplanması aksiomu ilə üstəgəl. Burada da 60 çıx 4 56 çıxılsın 2x və bunların hamısı bizdə şərtə görə verəcək 78-i. Tənliyi həll eləmək üçün x-ları islah eləyək. Deməli, alacağıq mənfi x bərabərdir. Burada almışıq 78, daha doğrusu verilmişdi. Çıx 30, çıx 2, çıx 56. Və bu da mənfi x bərabərdir. Mənfi 10 eləyəcək. X da bərabər 10. Biz x-i 10 tapdıq. Çalışmada bizdən AB-nin uzunluğunu istəyirdi. AB-nin uzunluğu 30 çıxılsın x-dir. Yəni 30 çıxılsın 10. AB-nin uzunluğunu tapdıq 20. Bu da cavab.